Azərbaycan Kinematografçılar İttifaqının üzvü səs rejissoru Rasim Mehdizadə 51 yaşında dünyasını dəyişib. Bu barədə Azərbaycan Kinematografçılar İttifaqı məlumat yayıb. O, böyrək çatışmazlığından əziyyət çəkirdi. Rasim Mehdiyev Xəzər TV-də səs operatoru vəzifəsində çalışırdı. Qeyd edək ki, Rasim Mehdizadə aktrisa Günəş Mehdizadənin həyat yoldaşı idi. Onlar 2008-ci ildə ailə həyatı qurub 2 övladları var. 41 yaşlı aktrisa Vətəndaş A serialındakı Almaz obrazı ilə məşhurlaşıb. Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu'nun məlumatına görə, Şəki şəhər icra hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı 16 yaşına çatmayan Şəki rayon sakininin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. Məsələ ilə bağlı məlumat dərhal Şəki şəhər rayon polis şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək materiallar baxılması üçün Şəki rayon məhkəməsinə təqdim olunub. İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosesual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilib.